Endokrinologiya həyatın özüdür. Hər mütəxəssis üçün öz müalicə etdiyi orqan daha üstündür və önəmlidir. Amma məncə ən üstün olan orqanlar endokrinoloji orqanlardır. Çünki yaşadığımız həyatda, keçirdiyimiz hisslərdə, ümumiyyətlə həyatımızda gün ərzində yaşadığımız bütün hadisələrin arxasında bir endokrin orqan, hansısa hormonu daha çox ifraz edir. Məsələn, ləzzətli bir yemək yediyimiz zaman ya da sevinəndə, kədərləndiyimizdə, qorxduğumuzda ya da bir qadın doğum etdiyi zaman, körpəsinə süd verdiyi zaman ya da yuxumuz gələrsə ya da aşiq olduğumuz zaman hansısa bir endokrin orqan daha çox hormon ifraz edir. Sizcə də endokrin orqanlar həyatın özü deyil. Hormonal balansınızı qoruyun, hormonlarınızı sevin. Çünki hormonlar həyatın özüdür.